Get! Muxtar, Hüseynin intiqamını alanın qəlbi pərişan olmalıdır. Nə qədər ki ayağın torpağın üstündədir, Hüseynin cərgəsində döyüşə bilməzsən. Vəhəb Muxtar, Vəhəbi yada sal. Nəsrani Vəhəblə həmsəfər ol ki, aşiqliyin yolunu, qaydasını öyrənəsən. Görürsən gəlinim, bu uca boylu, qəddi qamətli, şir ürəkli cavan, dünənki utancaq bəydir ki, bir baxışla utandığından üz-gözü qulaqlarının dibinə dək qızarırdı. Görürsən bu zirehli necə də sevimli və şücaətli olub. Bu döyüş libasında sənə daha çox aşıq oldum Vəhəb. Onu meydanda görsən, ağlını, huşunu başından çıxarar, səni dəli eləyər. Vəhəb bugün təzə gəlinin ürəyini özünə daha da cəlb etmək istəyir. O bugün meydanda öz mərdanə səsi ilə anasının laylasında deyilənləri oxuyub qılıncını oynatmaq istəyir. Bilirəm ki, oğlum bugün yeri, göyü, hətta düşmənləri, fələkləri özünə məftun edəcək. Məni şir eləmə anacan. Qorxuram xəcalətdə olum. Sən şirsən oğlum, mən də doğduğumu bilirəm. Bacarırsan Vəhəb. Nəyi? Yaxşı döyüşməyi. Anamın ümid elədiyi qədər yox. Atla qılınc hər bir ərəbin abır həyasıdır. Mən də ərəbəm. Abır həyamı qorumağa çalışacağam. Düşmən minlərlədir, bizsə 100-dən də azıq. Bu cür hallarda ən mahir döyüşçü belə öz bildiyini itirər. Bu döyüşdə yalnız eşq işləyir. Eşq olsa əl də, qılınc da neynədiyini bilər. Ömrümün gülü, Allah bizi çox istəyib ki, Peyğəmbər nəvəsinin yoluna hidayət eləyib. Sən Hüseynin əli ilə səadətə çatmısan. Zəhranın dürdanəsinin yavərisən. Axı sənin çiyninə xoşbəxtlik quşu qonub. Mələklər aləminə dəvət olunmusan. Uşaqlıq eləsən, qonaqlığa yetişməyəcəksən. Anacan, elə danışırsan ki, elə bir Vəhəbi sonuncu dəfədir görürük. Bugün Kərbəlada İsmaillər qurban kəsilmək üçün bir-birinin ardıyca növbəyə durublar. Mənim oğlum da onlardan biridir. Vəhəb qurbangaha gedir ki, qanını səninlə mənim əlimə həna eləsin. Bəs mən başımı haranın külünü töküm? Mənim nə qardaşım, nə də ki qohum əqrabam var. Heç 20 gün deyil ki sizin gəliniz olmuşam. Yeganə eşq və ümidim Vəhəbdir. Olmazsa kimə sığınacam anacam? Gözəl gəlinim. Müğayət ol ki, göz yaşların şeytanın vəsvəsəsi olub ərinin ayağını büdrətməsin. Sənin kimi sinəsi dağlı aşiq, məşuqunun əbədi xoşbəxtliyinə mane olmaz. Anacan, təzə gəlinimi sənə, səni də Hüseynin Allahına tapşırıram. Söz ver ki, Vəhəbə baxdığın kimi onun da qayğısına qalacaqsan. Arxayın ol, şir ürəkli oğlum. Bundan sonra bu balaca mələk həm gəlinim olacaq, həm də oğlumun yadigarı. Bir şərtlə.
bir şərtlə meydana getməyinə razı olaram Vəhəb. Şərt? Bugün Hüseynə kömək eləmək cəddinin ümmətinin yaxşı insanlarının boynundakı vəzifədir. Allahın təklifinə şərt qoymaq insafsızlıqdır. Sözüm sözdür Vəhəb. Şərtimi qəbul eləməsən həm Hüseynə, həm də Hüseynin Allahına şikayət eləyəcəm. Şərtin nədir? Qəbul eləyəcəyinə söz ver deyim. Axı bilmədiyim halda necə söz verim? Qorxma Vəhəb, qorxma. Mənim kimi bütün ümid arzularının və rüyalarının gözünün önündən uçub gedən təzə gəlinin şərti çox güman ki, insaflı olacaq. Lap yaxşı. Əgər onun şərti sənin getməyinin əleyhinə olsa, onda necə? Qəbul edəcəksən? Anacan, mən gərək süst iradə olam ki, ərimin iradəsini qırmaq istəyəm. Məyər bu yaşımda öz xoşbəxtliyimi qorumaq üçün çalışıb çapalamağa haqqım yoxdur anacan. Bilmək istəyirəm. Siz oğlunuzu necə istəyirsiniz? Bəs mən istəməyim. Qorxmayın. Şərtim elə şərt deyil ki, onun mələklər aləminə getməyinə mane olsun. Lap yaxşı, lap yaxşı. Qəbul elədim. Gərək söz verəsən ki, mənə dünyada verə bilmədiyini orada verəcəksən. Gərək söz verəsən ki, qiyamətdə mən sənin gəlinin olum, sən də mənim ərim. Sübhanallah. Haralarda seyr edirsən, xanım? Həmin yerlərdəki sən oranın eşqi ilə pərvaz eləyirsən. Cəhənnəmli olsam onda necə? Yenə məndən şərik olarsan? Hüseynin fədailəri üçün cəhənnəmin qapıları bağlıdır. Əcəb şərt qoymusan. Hə Vəhəb, şərti qəbul eləyirsən? Qəbul eləməyib neyniyəcəm? Qəbuldur. Sən gərək zamin verəsən ki, arxayın olum. Şərəfimdən üstün nə zamin ola bilər? Öz yerində. Amma mən istəyirəm ki, sərvərimiz Hüseyn sənə zamin dursun. Ey Küfənin üzü qara və qəlbi kör məxluqları! Siz Bəni İsrail qövmündən də pissiz. Neynədiyinizi bilirsiniz? Siz öz peyğəmbərinizin oğlunun yolunu kəsmisiniz. Məyər Hüseyn sizə nəsə bir pislik eləyib? Yoxsa sizin haqqınızı tapdalayıb? Yaxud onun boynunda sizin qanınız var ki, onu öldürmək istəyirsiniz. Allaha and olsun, əgər Hüseyndən əl çəkməsəz, qiyamətədək aranızdan sülh ərşə çəkiləcək. Zillət və xarlığa düçar olacaqsınız. Allahın bərəkət və neymətləri sizə nəsib olmayacaq. Ey cavan, mucizələrinlə bizi dəngələdin. Kimsən? Vəhəb İbni Abdullah İbni Hobabi Kəlbiyəm. Seyyidim və sərvərim Hüseyin ilə görüşməzdən əvvəl tərsaların məzhəbindən idim. Hüseynin əməl və sözlərindən sonra onun aşıqı oldum. Onun fədaisi oldum. Allaha and olsun, İsa Məsih mələklər aləmində Hüseynin intizarının həsrətindədir. And olsun ayın, günəşin, ulduzların xaliqinə. And olsun yerin və coşub daşan dəryaların xaliqinə. And olsun yağışı yağdırana ki, gəlmişəm şirin canımı, sonuncu peyğəmbərin nəvəsini,
himayə eləmək üçün burada fəda eləyim. Hüseyni himayə eləmək üçün müsəlman tapılmadı. Tərsaların köməyinə möhtac olub. Get uşaq. Biz əhli kitabla vuruşmuruq. Allah ağzını yumsun zalım. Sən öz səmavi kitabına qılınc qaldırmısan. Hüseynin batıl olmağı üçün bu kifayətdir ki, sənin kimi bir tərsa uşağını döyüşə göndərib. Heç bilirsən çiynində daşıdığın əşyalar nədir ay uşaq? Durub bu balaca uşağın sehir cadusuna tamaşa eləyirsən. Get onun anasını yasına oturt. Gedək! Hı! 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 Onu devreye alın, işini bitirin. Əxlaqsız qadının oğlu. Sənin bu hilələ təəccüb eləmirəm. Qərar qoyulmuşdu ki, təkbətək vuruşaq. Kişi sənsə özün meydana gəl. Hər kim bu ilan balasının başına ətsə, ona yaxşı ənamım var.
Axmaqlar, ölüsündən də qorxursunuz? Əmir, o hələ də sağdır. Tərsaqlar kimi sələbə bağlayın ki, görək əmrin qərarı nə olacaq? Heç nə inədiyini bilirsən Şümür. Bu nə büsatlı qurmusan? Kəlbilərdən olan Vəhəb adlı birisidir. Hüseynin sahabəsi olmamışdan əvvəl tərsa idi. Bu avam cəmaata Hüseyn və sahabələrinin müsəlman olmadığını inandırmaq üçün yaxşı dəlildir. Bu nə sözlərdir danışırsan Şümür? Bu cür mərəkələrə vaxt itirmə. Bu xəbər tərsalara çatsa, hamımız tələf olarıq. Gərək təkbətək döyüşə razılıq verməydin Ömər. Bizim tərəfdarlarımız ölümdən qorxurlar. Hüseynin tərəfdarları isə ölüm həsrətində. Onların hər biri bizim qoşunumuza bərabərdir. Məsələn bu, elə bu tərsa uşağı. Bizim neçə məşhur pəhləvanımızı öldürdü. Onun başını bədənindən ayırıb anasına göndərin. Bir də ki Şümür, Hüseynin dostlarına qoşundan söhbət eləməyə imkan vermə. Bunların dillərinin gücü heç də qılınclarından az deyil. Bəli, əmir. Bu baş Əmir Ömər İbni Sədin tərəfindən Vəhəbin anasına peşkəşdir. Bizim şənimizə layiq deyil ki, Allah yolunda verdiyimizi Tanrıdan geri istəyək.
Həccin qəbul olsun müntəqimi kərrar. Qalx, Küfə yolunu gözləyir. Ya Allah, Gedin, Siz neynəsiz? Siz niyə xanımcan? Pis əkmişəm? Pisi də, yaxşısı da sizə fəda. Siz xanımlıq eləməlisiniz. Əlləriniz çat-çat, qabar-qabar olsa, bu İsaqa nə cavab verərəm? Özümü məşğul eləyirəm ki, başıma hava gəlməsin Zerbi. Nədən nigaransan xanım? Məkkədən Küfəyə qədər neçə günlük yoldu Zerbi? Hansı ayaqla? Ayaq? Hə, qatır və dəvənin ayağı ilə bir ay, sürətli atla 20 gün. Dəvənin ayağı ilə də hesablarsaq, Muxtar indiyə qədər çatmalıydı. Qorxuram yolu itirmiş ola Zerbi. Əbu İsaq yolu itirməz. O səhranı ovucunun içi kimi tanıyır xanım, hələ çatmayıb. Bəs hara gedib? De görüm hara gedib? Ürəyiniz narahat olmasın xanım. Əbu İsaq gedəndə də bu yolu tək gedib. Yəqin ki, gecikməyinin də hikməti var. Bəlkə də qəsdən yolu uzadıb ki, Məkkə məmurlarını çaşdırıb azdırsın. Hürrə hanı? Hürrə hanı Zerbi? Buralardaydı. Torpaqla oynayırdı. Hürrə! 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 Ay Allah, birdən balam çala-çuxura düşər. Həyəcanlanma xanım. Çala-çuxura düşsəydi, hayküyü aləmi bürüyərdi. Çay! Çay Zerbi! Hürrə! 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 Hardasan dayı qurban? Hürrə! 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 Hardasan dayı qurban? Hardasan Hürrə?